Biz terörist bir millət deyilik. Bunu dəfələrlə 200 il içində göstərmişik. 30 ildə bu təcavüzə məruz qaldıq. Erməni nə desən bu Rusun əmri ilə, onun silahı ilə terrora əl atdı, bombara atdı, bomba atdı, tren partlatdı, qatarı, otobusu partlatdı, insanlarımızı oğurladı, işgəncə elədi. Bir dənə olmuş olsun belə Azərbaycanlı gedib demək ki, Yerevanda və başqa yerlərdə bir terrora əl atmadı, eləmədi bu işi. Azərbaycanın güneyində də bu cürdür. Azərbaycanın güneyində mən sadalaya bilərəm ki, hər zaman millətimizin çoxunluğu, elə Səttarxan dönəmi də, o Türk hakimi, Türk dövlətinin içində də çıxıb parlament istəyib, ədalətxana istəyib, normaldır. Xiyabanıda da, Lahududa da, Pişəvəridə də və bu son illərdə göz qabağındadır. Hər zaman çıxanda çoxunluq çıxıbdır. Bu da yəni nə millətin çoxunluğu, əgər bir hərəkatda iştirakçılığı var, o demokratik hərəkatdır. İstəklər də hamısı göz qabağında olur. Bu günləri biz bilirik ki, nə eləyəcəklər? Ay salıbları, Kürt gəlir silahla, Amerika silah verib, ay Şirnaqdan, ay Qəndildən ənib gəlirlər. Elə söz yoxdur. Azərbaycanda bugün ta bu rejimin otoritəsinin son dəqiqələridir. Silahlar kazarmalardadır. Silahlar demək padğanlardadır. Şah dönəmində də oldu. Kürtlər qaçdılar, gəldilər. Hələ bizim millətimiz onda hələ qalmışdı da neynəsin. Qanun baskı altındaydı. Kürtlər gəldilər gedə Urumiyədə, Sinandaşda, Sağolqıraqda, ondan Sulduzda. Getdilər, girdilər o kazarmalara, o padğanlara, o ordunun yerlərinə. Silahların hamısını götürdülər. Sonrasında neynədilər? Birinci Dünya Savaşı da Azərbaycanda soyqırım yapıb 150 min də öldürənləri o cür yapmışdılar. Ruslar qoyub gedən silahları götürdülər, gəldilər millətimizi qırdılar. İndi millət görüb təcrübəsi var. Yəni, millətimiz ayıq olmalıdır. İndi demək ki, bir dənə bir az zaman içindədir ki, o yan-bir yan olacaq hər şey. Millətimiz gəlib Təbrizdə, Ərdəbildə. Deyirlər ki, İsrail gəlib Pəkurunu vurur, nəft ayırma zavodunun ətrafını vurur. Oralar o yerlərdir ki, Tehran rejimi gətirib hər yanda, bax Tehran içində, dünən İsrail dedi. Dedi, belə vurmuşuq, hələ 10 dənə yerdə nüvə məsələsi ilə bağlı yerlər var, vuracaq da. Təbrizin də ətrafını, yadınızda olsa, Sadığı 1, 2 və demək ki, o Kərkişə tərəf atılan füzələri harada atırdılar çoxun Təbrizdən, bilə-bilə. Bilirdilər bir gün Amerika, İsrail gələndə desinlər, özləri verir adresləri. O da Təbrizin ətrafına, Təbrizi vursun, onda bir də xam adamlar çıxsınlar, dada-bayday Təbrizi vururlar da, sən Təbrizi Türkiyədən düşünürsən, Azərbaycanı düşünmürsən, 40 milyonu düşünmürsən, 40 milyonu taleyi ilə bəlli bilmirsən nə olur, 10 minlərcə, 100 minlərcə burada İran adamdan yerdən olan rejimlər Azərbaycanını qırıblar. İndi mən demirəm, millətimiz qırılsın, yox. Millət demək çıxış yolu, bütün kazarmalar, padğanlar, ondan sonra ordunun düşərgələri, fərqi yoxdur. Ordu ilə, ərteş ilə, İnqilab qubardasının heç fərqi yoxdur, ikisi də birdirlər. Ay şahçılar çıxır, deyir ki, ərteş, ordu yox, elə bizə tərəfdir, ondan sonra rejim ilə diyor, yalan bu sözlər. Hər ikisi eyni şeydirlər. Bunların demək düşərgələrin, silah yerlərini, bankları, ondan sonra keçmiş İran adlanan yerdə inqilab olanda millət çıxdı, bankları yandırdı, başqa polis yerlərini yandırmaq, yerlərin hamısını nəzarətdə saxlamaq. Bu kürçüğazlar və yalandan Azərbaycan deyib gələnləri, lotuları, adam yiyənləri o aralara yaxın qoymaq olmaz. Pişəvəri dönəmində də belə oldu. Kazarmaları, padğanları aldılar, bu adamlara da pul qoydular cibinə, çıxın gedin Tehrana, qutardı, gedin. Və burada bu adamlara demək lazımdır. Bax, keçmiş inqilab göz qabağındadır. Orada insanlar bu milisləri, pasibanları tutdular, tir ağacından astılar. Nə deyirsiniz? İşıq yanan ağaçlardan astılar. O təcrübə var. Azərbaycanda millət istəmir özünün işi asa kəsə. Gəlin, əl çəkin, gedin. Bilirlər, hamı bir-birini eşidir, hamı bir-birini tanıyır. İndidən bu səlah mərkəzlərinin hamısını nəzarətdə saxlamaq. Zamanı gələndə mən görmüşəm, iştirakçı olmuşam. Görmüşəm Tehranda, Ceydə filanda. Elə ki, qaça-qaç düşəcək, bunlar da indidən dağılırlar, qaçırlar. O yerləri nəzarətdə sağıb millətimiz onların hamısını götürüb öz xeyrinə, öz müdafiəsinə, Azərbaycanın qorunmasına və bir şey də var ki, bu günləri hay qorxudurlar, gəlirlər. Hara gələcək? Bu o zaman da öyle 5 milyon Azərbaycanın üstünə hər yandan təpirirdiniz. Amerikada kömək elədi, Rus da, İngiliz də, əl-ələ verdiniz, gəldiniz Azərbaycanı məhv elədiniz. 40 ildir ki, biz 40-45 ildir bu tərəf, 100 il olubdur bu ağrı sancını yaşayırıq. Belə olur ki, dostlar da bizi unutduqlar. Azərbaycanın güneyindəki bu millət. Amma bu millət döyüşür və yeni bir doğuş, yeni bir era başlanıb Azərbaycanın güneyində. Haray Türkiyəm deyil. Canım qurban Türkiyə deyil. Bilir Türkiyədə dövlət, millət məsələsi nədir? Və canı türklükə bağlıdır. Sonda gələcək, Balkanlara getdi, Qafqaza getdi, Azərbaycana da gələcək. Zamanında terörist kimin, yox, qurtarıcı kimin, yardımcı kimin. Və canım qurban Azərbaycan bayrağına deyil. Hər demək yerindən qalxıb bir dənə bayraqsa çıxardıq, xeyr, bir bayraq var, o da üst rəngli, ayrılduzlu Azərbaycan bayrağıdır, o bizim bayrağımızdır. Və bu günlərdə bu Bakının hamı çox sakit görülür. Sabah Təbrizdən deyəndə, bu gəlib kimsə Bakıda meymun oynadacaq, şeir oxuyuram Heydər Babadan. Bir çıx da, bir çıx denən deyil, millət özünü qoruyun da. Haradasan be?
Gəlir hələ bir demək ki, sıcaq günlər gəlir. Ona görə də millət hamısı bilir, kimsədən də Azərbaycanın güneyində soruşursan ki, silah zad dey, ay filan kəs. Əslən ona baxmayın, hər şey tədarük görünübdür. Və millət də nə olsun rejimdə ki, qırdıq, dağıtıq, nə rəhbər var filan. Başqa millətlərdə də o cür. İran adlanan yerdə hansı bir toplum desin ki, topluluq. Çıxsın desin ki, bizim rəhbərimiz, bizim mediamız, bizim partiyamız yox, elə şey yox. Özünün içindən törətdikləri də zindandadır. Ay çıxardacaq Mir Hüseyn Musəvidən, kimsədən, çəkilin, ilimli qanat gətirirəm, xatəmizat bunların saxlısı çürüyüb. Bunlar rejimin, bu sistemin, bu quruluşun, irticacı, işğalçı, işgəncəçi rejimin yetişdirdiyi kadrolardılar. Belə günlərdə, Sovetlərdə də günlərdə gətiriblər. Amma millətimiz hamısını tanıyır və bu gündən də o da başlanır, bir-birini terror edəcək. Adamın gedibsən bacısını zorlayıbsan, arvadını zorlayıb, uşağını öldürübsən, bu adama demək sonuncu gülləni vırıbsan, təhdidi çəkibsən, bilir, tanıyır, ürəyi yanı deyillərdi. Və sabah ya oy tutacaq da, amma əminamanlıq üçün Azərbaycanda latları, lotuları, hamısı şahçısından, xalq mücahidinə gəlmiş ki, bu səni biz qoruyasan, qələt edirsən. Millət özü qoruyacaq. Öz düşərgəsini, öz deyirlər, komitə deyirlər, yaradacaq və buna da hazırlığı var. Milyonlarca, yüz minlərcə çölə çıxıb, Babək qalası ilə bağlı, Təbrizdə Urmiya gölü ilə, bunlar hamısı futbolla bağlı. Bunlar hamısı məşq edir ki, bizim millətimiz eləyib, hazırdır. Ən zaman içində, 3 həftə bundan öncə Urmiyədə də gördünüz. Ən az zaman içində yalandan çıxmışlar, Azərbaycan, Əli. Və o yandan kürçüğazlar da töküldü gəldi. 10 minlərcə Azərbaycanlı qızlar, xanımlar, bəylərimiz çıxdılar, hamısı qaçdılar. Kürdə qaçdı, Əli deyən yalancı Azərbaycancılar da qaçdılar. Millət Urmiyədən bunları sildi, çıxartdı. Və sabah ay Kürd gələcək, Azərbaycanda vətəndaş müharibəsi alacaq. Belə söhbət yoxdur. Kimsə nə erməndən qorxur, nə Kürddən qorxur, nə Farsdan qorxur, nə də ki, başqa dövlətlər də. İstəyirlər Amerikalılar, istəyirlər Avropalılar. Bu Azərbaycan necə ki, bu günləri, bağımsızlığını əldə edəndən sonra Azərbaycan dövləti bu günləri Avropa ilə də, Ərəb dünyasıyla da, İsraillə də, hamı ilə, Rusiya ilə də bütün o elədiyi əməllərə rağmen gözəl münasibətləri var Azərbaycan dövlətinin. Bu Azərbaycana bütün millətlər var, gəlin baxın bu Azərbaycanda. Hamı gəlir, 5 dəqiqədə girir pasportu ilə, 5 dəqiqədə çıxır, rahat çıxın. Aydın. Salam əziz tamaşaçılar, dəyərli izləyicilər. Prime TV-nin efirində yayınlanan Qırmızı Masa verilişini izləyirsiniz. Studiyada mənəm, aparıcınız Rusif Məmmədsoy. Əziz izləyicilər, son dəqiqə xəbərlərini diqqətinizə çatdırmaq istəyirik. İran bombardman eləyir, xəstəxana, məktəb, birja binaları, kəşfiyyat mərkəzi və s. İran İsrailə növbəti zərbələr endirməkdə heç bir məhdudiyyət görmür. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi bildirib. O deyib ki, İran İsrailə aid olan istənilən hədəfə davamlı olaraq hücum eləyəcək. Qarşımızdakı heç bir məhdudiyyət görmürük. İranın İsrailə raket zərbələri nəticəsində yaralıların sayı 44-ə çatıb, üçünün vəziyyəti ağırdır. İran bugün səhər saatlarında İsrail ordusunun Kiber komandanlığının C-41 qərargahına və Qavyandakı kəşfiyyat mərkəzinə hücum həyata keçirib. İran İsraildə yaşayış binası və məktəbə raket zərbəsi endirib. Tel-Əvivin şərqində yerləşən İsrail birjası binası İranın raket hücumunun hədəfi olub. Əziz izləyicilər, İran baş qərargahının rəisi növbəti dəfə hədələdi, dayanmadan vuracağıq. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Əbdülrəhim Musəvi bildirib ki, Tehran İsrailə məxsus istənilən hədəfə hücumlarını davam etdirəcək. Müsavat xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun, yəni Sepahın hava kosmos qüvvələrinə məxsus bazalardan birinə səfəri zamanı Musəvi oradakı hərbiçilərə təşəkkürünü bildirib. Onların yüksək mənəvi ruhunu və hərtərəfli döyüş hazırlığını vurğulayıb. Allahın köməyi ilə təcavüzkar sionist rejimə məxsus istənilən hədəfi vurmağa davam edəcək və qarşımızda heç bir maniyə görmürük deyə o bəyan edib. Əziz tamaşaçılar, əziz dostlar, qeyd eləyək ki, bugünkü efirimizin qonağı hörmətli Əjdər Tağzadədir. Xoş gördük Əjdər bəy, hər vaxtınız xeyir olsun. Hoş bulduk bəy, təşəkkür edirəm, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, dəyərli Prime TV tamaşaçıları, hər birinizdən xahiş edirik. Hazırda yayımımızı canlı olaraq izləyən 200-dən çox tamaşaçı var. Hər birinizdən ayrı-ayrı xahiş edirik. Yayımı mütləq bəyənək. Yayımın bəyəni sayını da bax elə indiki dəqiqələrdə birlikdə sizlərin də dəstəyinizlə 200-ə çatdıraq ki, daha böyük auditoriyanın qarşısına çıxaq, səsimizi çatdıra bilək. Yayımda aktiv olun, şərhləriniz varsa, suallarınız varsa, hörmətli Əjdər bəyə canlı şərh bölməsində bu sualları ünvanlaya bilərsiniz. Əjdər bəy, çox önəmli, çox maraqlı proseslər baş verməkdədir. İndi mən xəbərləri, son dəqiqə xəbərlərini tamaşaçılarımızla bölüşdüm. Təbii ki, bundan öncə baş verən hadisələr də var idi. İndi İranın baş qərargah rəisi, artıq sayını itirmişəm, 3-cüdür səhv eləmirəmsə, Bagiri aradan götürüldü, ondan sonra biri, indi isə artıq 3-cü. Kameraya toxunmayın, zəhmət olmasa görüntü yaxşıdır.
Ondan sonra isə artıq 3-cü Əbdülrəhim Musəvinin təyinatı oldu. Eyni zamanda quru qoşunlarına yeni bir komandan təyin etdi İran. Eyni zamanda Əli Xamneyi, ali rəhbər Əli Xamneyi cihad elan elədi. Nələr baş verir Əjdər bəy? Teşekkür ederim Yusuf Bey. Bilirsiniz ki her anda demek sıcaklık, yay sıcaklığı bir yandan ve bu 10 illerce İran adlanan yerde hatta belə demek ki Pehlevi sülalesi döneminde İsrail'e karşı ve Yahud milletine karşı İran adlanan yerde ne kadar deseler de Ay Pehlevi döneminde, Şahsılı Üsul İdaresi döneminde Yahudilere karşı, İbrilere karşı her şey İran adlananda yaxşıydı. Yok belə değil. O zaman da demek ki Yahudilərə qarşı və yaxud ərəblərlə İsraillər belə toqquşanda da yine de elə görünürdü ki, baxmayaraq ki, rejimin özü Pəhləvi sülaləsi tam demək ərəblərin yanında da dayanmasaydı, ərəblərə dəstək verirdi. Hətta demək ki, 67-ci ildə də, 1967-ci ildə də belə nötral da mövqeyində deyildi. Və millət belə ruhda edilir ki, hətta eləmək ki, bu Yahudiləri məhv edir. Yəni bir türlü bu İran adlanan yerde eğitim, ondan sonra yönetim, her şey insanların beynine belə yer etmişdi ki, gerek bu Yahudileri mahveder. Kimse de soracak neye göre ve bu rejim de gələr-gəlməz ayağının tozu ilə, baxmayaraq başlanmışda elə bu İsraillə, bu Tel Aviv dövləti ilə o vaxtı deyirəm. Alışverişdeydi, bu füzələrin bir hissəsini onlarla birlikdə istehsal edirdi. Sonradan da Saddam'la Xomeyni savaşı başlananda İsrail birbaşa Tehran rejimine kömək eləyirdi. Yəni Amerika demək ki o kontrast şirkətlərdən vardı Nikaragua'dan. Onlara verilen pulları bunların eliyle Oliver North ve McFarlane eliyle Tehran rejimi verirdi ve İsrail'in demək silahları İsrail'den alırdı. Ona göre ama Xomeyni el çəkmədi, yok gerek bu İsrail'i məhv edək, dənizə tökək, hər zaman da deyiblər. Zaman da biri deyib, o birisinə salır, o birisi deyib, buna salır. Və axırda belə gəlib ki, İran adlanan yerdə yaşayan, əsarətli olan millətlər, insanlar cana gəliblər. Ki, axı, nə deyirsiniz? Siz elə hər zaman demək ki, bizi çəkirsiniz ora və trilyonlarca dolar, trilyonlar deyirəm. 2000 milyar dolar bunlar ən azı təhcə bu Qazza məsələsi, ondan sonra bu nədir, Brexit qüvvələrini, o yan qüvvələrə xərcləyiblər. Yəni Livanda, ondan sonra Yəməndə, ondan sonra demək ki Qazzada və başqa yerlərdə, İraqda. Hələ bu o 2000 milyar deyirəm, bu bir hissəsidir. Ona görə də ya vaxtında bu Əhmədinəcaddan soruşdular 800 milyar doları neyini eyibsən? Dedi bilirsiniz də neyinəmişəm? Vermişəm bu da demək ki Filistindən, Qazza'dan filan yerdə vermişəm bunlara. Açıqcasına deyirdilər bunlar. Ona görə də bu günləri də, indi siz mediaya baxsınız, İran adlanan yerdə yoxdur bir dəstək ki, dura bu günləri, baxmayaraq ki, indi hər halda, bunların vətəni misal deyək də, İran adlanan yer bombardıman altındadır, təhlükədədir, qırırlar, İsrail gəlir, uçaqlar, demək ki, günənləri axşamçağı 30 dənə qırıcı uçaqlar İran adlanan yerin səmasında uçurdu, gedirdilər, gəlirdilər, belə ki, demək ki, nə deyirsiniz, kren daşıyırlar, belə. Və vururdu hər yanı, əsas yerləri də vururdu. Yaxşı, mən niyə bir dəstə etiraz eləmir ki, İsrailə qarşı Xomeyni müdafiə eləsinlər, rejimi müdafiə eləsinlər. Yox deyə işi yaradı heç yanda. Hətta bu quşqondurma azğınlarının adı nədir bu, nədir, özünü də prezident hesab edir. Harada hansı deşikdə gizlənib, o da çıxır deyir ki, çıxır demək ki, dəstələr təşkil edin, ondan İsrailə qarşı kimsə heç vecinə almır. Yoxdur İran adlanan yerdə, özəlliklə Azərbaycanda. Rejimi dəstəkləyen yoxdur. Hamı gözləyir ki, bu iş nə qədər qanlı qadalı olsa da belə, bu iş bitirsin. Yani bir taraftan demek ki Trump həftə içi, o taraftan da Netanyahu deyirdi ki, bax biz vuracağıq, Tehranı boşaldım. Və yaxud dünənləri axşamçağından başladılar ki, Xondabi və Ərakı boşaldım. Vaxtında Əli Əkbər Salehi bu nüvə silahı ilə, məsələ ilə, nüvə qidalandırması ilə bağlı bu danışıqlarda o başçılıq edirdi. Xarici İşlər Naziri də oldu. Sonra o 5+1 ilə ki danışıqlar razılığa yetişdirilər. Dedi, hə, biz orada söz vermişdik ki, bu Ərakdakı, bu demək ki dəmir dəstgahı yandıraq, aradan aparaq. Amma biz gəldik orada əsil boruları götürdük. Televizyondan deyirdi, yerinə yalancı borular qoyub beton tökdük və inandırdı ki, bəli, biz sözü yerinə edilmiyor. Hə, bu gün var idi, gəlib yetişdirək bu günə. Və dünənləri axşamçağından bəri İsrail bütün Xondabı da İrakın ətrafında hamısını vurdu yerinə yeksan elədi olar. Necə ki, Nətənzi vurub yeksan eləyib. Gedir Fordonu vurur, Fordoa o deşiki tam aça bilmir, 900 metrəyə girməlidir. Bu da Trump gəlir. Mən demirəm, dünya deyir, Ağ evə baxın, dünyaya baxın, gəlir, aynən İraqdan biri çıxacaq, Kətayiblə bəyanat verir. Ay uzqal yerdə o topul-mopul, o nə deyirsiz, Quzey Koreyancı durur, Tehranı dəstəkləyir. Ay Çində xala xətrin qalmasın da, Çindilər başını zibilə soxmaz. Və Rusiya, Putin heç yoxdur, xəbər yox. Gəlir Amerika, yerinə yeksan eləyəcək. Həm demək ki, Fordunu, həm demək ki, Trump deyir, gəl Ağ evə,
ondan sonra açıqdır qapı. Və o ayla bir yandan da gedib yalvarırlar. Biz yüzünü bu işten kurtaraq. Kurtaracaq yoxdur. İsrail deyil, bir adım geri atmayız. Bayaq da siz də söylədiniz. Gedib xəstəxananı vurubsan. Və deyirdiniz ki, bizim füzələrimiz hamısının nöqtələri vurur. Hər şey demək tarazlamışıq. Harada vurur? Gedibsən məktəbi vurursan, xəstəxananı vurubsan. Amma İsraillər sənin kimin deyil. Öncədən bilirdilər o xəstəxana köhnədir. Orada qoruyucu bölgələr demək ki, insanları qoruma bölgəsi demək ki, köhnədir. 3 gün bundan qabaq oranı boşaltmışdılar. Sən də getdin demək ki, boşuna vurdun onda, amma dünya gördü ki, bu taraf bilməyən ki, bu Netanyahun şansı var. Nədir bu, ne hansı? Qüvvələr köydən ya peyğəmbərlərdən qoruyur. Hər zaman bunun şansı gətirir. Bu Tehran rejimi bara qoyur. Bir oyun çıxardır, bunun xeyrinə qutarır. Yəni bu günləri səhər-səhər saat 7-də İsraildə gedib xəstəxananı vurmaqla, demək ki, Trump'ın da əlini açır. Dünənləri Trump mızmız edir. Ay belə elərəm, belə açıq deməyir. Amma bu günləri demək ki, o icrası keçirdikləndən sonra dedi, hə, gəlir uçaqlar, gəlir, baxın görün, Külya İtaliyada, ondan sonra İngiltərədən F-35'lərdir, ondan sonra onları benzindən dolduranlardır. Hamısı gəlir hara? Bölgəyə gəlir. Tehran rejiminə deyir ki, Trump'a, Xamenei indi deşikdən tapılıb. Deyir ki, çox qadabalalı olacaq, çox adam qırılacaq. Ay adam, sən niyə bunu qanmırsan? İsrail nə tərəfsən? Bu millət, bu Yahud millətdir, bu İbri milləti, bu nə deyirsən, piyi canından çoxdan yaxıb, 2000 ildir yaxıblar bunlar. Bunlar bu dövləti əldən verməyəcəklər. Vaxtında İngilisləri də bu dövləti qurmaq üçün qırıblar. Dayanmadılar, geri oturmadılar. Ona görə bu gündə ölüm-qarın məsələsidir. Keçən həftə düz bu gün hələ cümə olmayıb ki, hələ bu məsələ başlamamışdı. İsraildə hamı başlamışdı, Tel Avivdə və başqa yerlərdə Trump bağışlayın, Netanyahu'a qarşı. Netanyahu'a qarşı ki, ay dövlət yıxılırdı, ondan sonra belki Knessetdə Ortodoks Yahudilər parlamandan çıxırdılar filan. Və qalmış dedilər Netanyahu başının bəlasında, Netanyahu məhkəməyə getməli idi. Və dünya da buna qarşı, ay Fransa, onlar Albaniya. İndi görürük nə oldu? Dünən başqa cür olmuşdu ki, çox şey silindi. Yine Netanyahu oldu. Netanyahu, oktyabrın 7'sindən sonra qılınc əlində de Bismillah savaş. Və bu günləri saatdan sonra görün indi nə oldu? Deyək, yaxşı, bax, xəstəxananı vurubsa, ey dünya, gəlin, ey mətbuatın yarısından çoxu ki, Tehran rejiminin, Avropada, hamısı Tehran rejiminin kadrolarıdır bunlar. Kimi deyim, bir nəfər deyim, Voice of Amerika'da və ya hələ bağlanıb. BBC-də, İran International'da filan yerlərdə. İran aşıqları xeyri bunları Tehran rejimi vaxtıyla öz demək ki, institutlarında becərib, apardı, kondurdu ora, indi çıxırlar, vurur da filan nədir. İsrail də deyir ki, nüvə silahını dayandırır. Yalvarır Trump. Deyir, dayandır bunu. Onlar da xeyr, biz nüvə silahını biz düzəl yaradacaq, yox, qoyacaq. Hələ həsrət çəkirlər ki, niyə yoxumuzdur? Ona görə bunlar da vurur. İndi gəlirlər Amerika. Amerikanın qabağında kim duracaq? Putin duracaq. Və ya Çin başında demək bayaq da söylədiyimiz bizi biləcək. Elə deyil. Elə deyil. Biz aşıq görürük ki, Amerikaya da. Əlbəttə, bizim aliyans bəllidir. Biz açıq dünya, azad dünya, demokratik dünya, demək ki, insan haqlarını və o kriterləri qəbul edən o dünya ilə birlik diyor. Ya gəlib gedəcək Kuzey Koreyanın, Çinin, nə bilim, Rusun yanında dayanacaq, onlar da hamısı Tehranın yanında. Burada da tərəfkeşlik söhbəti deyil. Onlar deyirlər ki, nüvə silahını qıdadlandırmağa Amerikada deyil, Trump da deyil, izin vermir. Biz qabaq bir zaman o Witkoff deyirdi, bəlkə 3%, 3.6 belə day olar. Sonra onu da yığışdırdılar, dedi ki, Tehran rejimi istəyir zaman qazana, burada fürsət əldə edə, necə şeylərdir, bu 2 ay ki. Trump indi hər zaman deyir, bu gündə finən, dünən axşam da deyir. Dedi, sizə dedim 2 ay, indi keçdi oldu 2 ay 7 gün, gəlmədiniz, yəni demək ki, danışıqlar söhbətə gəlmədiniz. Gəlmədiniz, biz də deyəm ki, indi mən də deyirəm ki, kapitulasiya, Xamenei, gəlməlisən, ondan sonra tərk silah olunmalısan, necə vaxtıyla Xomeyni, Seyyid Ruhullah Xomeyni Səddamın qarşısında düz çöydü, zəhər badəsi içdi. Xomeyniyə rast vardı, çəkilin gəldi, imam gəldi filan. Sən orada qalasan, sən kim olasan? Ona görə ərəb dünyası da bu günləri hələ də xara xatırın qalmasın. Uşaqdır vurma, ondan oradan keçmək xeyr. Vuracaq İsraildə vurur da, bu da gücün hamısı deyil. Siz də kör-körna füzələri olan qalan, demək ki, bünənləri 30 dənə, 200 ilə başlamışdınız. İndi supersonikləri atırsınız, demək ki, bunlar da demək ki, sonunculərdir. Ən gizlətdiyiniz o füzələrdir. Yaxşı, bu da nə oldu? Trump'ın da əlini doldurdunuz, Netanyahun da endirmişdilər təhcə nüvə silahının qıdalandırması məsələsinə. Füzələri çıxartmışdılar bir türlü o söhbətlərdən. Və Prexi qrupların, yan qruplarında demək sözünü çıxartmışdılar. Amma nə oldu? İndi Tehran rejiminin təhcə əlində olan bir şey var, o da füzələrdir. O da qurtarmadı, qurtarmasın. Yaxşı, siz fikir eləyirsiniz, sizlər demək ki, qurtarmayacaq, 5-10 dənə qalacaq. Ondan Amerikanı da demək ki, Xamenei hədələyir, o yandan o Musəvi çıxıb hədələyir. Musəvi özü harada gizləridir? Çıx da, İsrail axtarır. O Əli Şadman kimin də keçən həftə buyurdu, hər kəs qoyulsa o yerə, mən vuracam, deyib eləyib də. Qəzzədə də elədi də, Livanda da elədi də, başqa yerlərdə də. Yəməndə də axtarırdı, hər yanda tapa öldürəcəm ha mən. İmkanatı genişliği, texnikası genişliği, hər tərəfli də oturub fikirləşib canını qorumaq üçün hər şey pis eləyirdi. Ay duracaq kimsə, nə bilim, hətta bizim ölkələrdə.
Türkiyədə və yaxud Azərbaycanda. Əlbəttə bu söhbətləri deyəndə bizim ölkələrdə biri də tapılır. Demək ki, illərlə hamama getməyən, duş tutmayanlar deyir, Azərbaycan dövlətinə qarşıdır, Azərbaycan dövləti gözəl siyasət yürüdür. Bilir hansı mövqeyi tutsun və harada dayansın. Yox, gəlin qoşulun bizə. O deyil, Pakistanın 3 gün bundan qabaq o Möhsin Rızayı böyük cinayətkardır. Özellikle Azerbaycanlılardan o Xumeyni Saddam savaşında Leşkər-i Aşura qoşunu deyərlər Azərbaycanlı. Onları apardı, qırqıra verdi orada, demək ki, o Məzcun adalarında. Öldürdürdü minlərcə Azərbaycanlı. İndi çıxıb deyir ki, Pakistan nüvə silahını bizə verəcək, nüvə silahı verəcək. Biz də demək ki, oradan zaten biraz yox, İsrail. Pakistan'da durdu dünənləri səhv, dünən. Çıxdılar da bura bax, dəli, gel özü azad. Biz nüvə silahı verən deyir, bunu işlədən deyir. Bu günləri protokollardan kənar birinci dəfədir. Prezident olmadan, baş nazir olmadan, Prezident Trump Genelkurmay Başkanını, Pakistanın Genelkurmay Başkanını çağırdı Washingtona və yaxşılar qarşıladı. O da dedi və ona da dedi, bura baxın, ay oğlum biz gəlirik orada. Aynen Tehran rejimi dəstəkləyərik, ay ateşkəs söhbəti olar. Ondan sonra ehtiyatlı olun yəni, bilin də bizim Pakistana yardım verir, dəstəkləyir filan. O da danışdılar, hər şeydə razılıq, yəni dörd tərəfi toxuyublar. Və məsələ budur ki, İran adlanan yeri, bu yazıq millətləri, əsarət alınmış millətləri, bu hələ indi işin bismillahsı idi. İsrail demişdi 15 gün, indi deyirlər ki, yox, hələ bu iş uzanacaq, Tehran zəifləyib və zəifləyəcək. Xamenei də gedib gizlənib, bildiyiniz kimi, keçən həftə bu İnqilab Qvardiyasını ki, külli İran adlanan yerdə millətlər, insanlar və külli Avropa, Amerika, bu sipahi paslara, İnqilab Qvardiyası, İnqilab şəkilçilərindən nifrət edirlər. Bunlar cinayətkardılar, təhlükəli cinayətkardılar. Bunlardan nifrət edir indi Xamenei özlərinin qurduğu, qoşduğu qanunlara zidd olaraq, o nə deyirsən, İcma Şurasıdır, ondan sonra Təhlükəsizlik Şurasıdır rejimində, onlara yox. Yıqıb bunlardan bir dəstəsindən bu cinayətkarları demək ki, İnqilab Qvardiyasının Şurası, mən də səlahiyyətlərimin bir hissəsi verirəm sizə. Hətta mən keçən həftə televizyonların bəzisində dedim, bax bunlar yığılacaq hansı demək ki, dərin yerlərdə iclas qoyacaqlar. Deyəcəklər, hə, Xamenei bilirdi ki, onu öldürəcəklər, niyə gündəlikdədir? Netanyahu öldürəcək. Trump da deyək ki, öldürəcəklər, tutardı, öldürəcəklər. Onun demək ki, nə edəcəyini də bilirlər, yəni yerinə özünə oxşar kimsəni, kaset çəkəcəklər hansı bir odada filan da, bəli, burada yığıldıq, bu məsləhətlər oldu, ayətullahlar, ondan sonra nə bilmə filanlar, Üləma-i Əlam və Hocaz el-İslam yığıldılar, qərara gəldilər ki, necə o Rəfsəncani oyun oynadı Xumeyni öləndən sonra, dedi, bəli, elə ağa baxırdı, dedi, bu Xameneydən olar, bu Xameneydə qaldı mənlə, özü biridir, yaramazın biridir. Ona görə gətirdilər, qoydular o işin başına və nə etdi ki, bu illər içində hamını göz qabağında. Yəni bu oyunu oynaya bilərlər, kasetlər çıxıb göstərərlər, bəli, biz rəhbəri, öndəri seçmişdik, Xameneydən bizdə çox vardı. Necə ki, bu keçən həftə 20 dənədən çox generalları vırdılar, tez o əndən bir yandan sınırsaqaq tapdılar, necə ki bu Musevini. İndi gedir deyir ki, filan yerdə ruhları çox yüksəkdir inqilabı vardır. Hara gedəcəksən? Quru yoldan hara gedəcəksən? Quruda Amerika bəyə gəlir, səndən quruda savaşa, dünya dəyişilib, ay bədbax. Gedəcəksən İraqdan belə o Xumeyni deyir deyə, gedib Kərbəlanı tutacaq, sonra Yerusalemi qorusu tutacaq, sonra gedib Məkkəli tutacaq, alacaq Ali Sauddan, bu şeytanlardan deyirdi, Ali Sauddan. Və nə oldu, nə ayaqlarını yalayırsın bu Ali Saudunun? Ona görə də çeşitli o dönəmlər, sən qoşun fırladıb göndərəcək, elə söhbət yoxdur. Bilirlər, nə ilə gəlirlər, nə formada gəlirlər, yataq yerüzü bilirlər, haradadır, hamısını bilirlər. Ona görə də sıcaq günlər gözləyir. Bu günlər millət Tehrandan baş alıb qaçır, hara qaçacaq? Deyirlər gedir demək ki, bizim bu Xəzərin o başına, Mazandırana, Gilana. Yatabağa yer yoxdur, yeməyə çörə su yoxdur. Toğuq çıxıb 180 min tümən. 180 min tümən bilirsiniz, çox böyük pul diyorlar. Hara toğuq harada demək ki, 15 min tümənin toğuq çıxacaq 180 min tümənə. Çörək yoxdur. Hə, bunlar da çıxır ki, ha, nəzərə almışıq paylayacaq. Haradan paylayacaqsan sən? Gətiriblər bir dənə binanın içində 4-5 dənə uçtul qoyublar. Burada demək ki, insanları qorumaq üçündür. Ara şeydir, söhbət də öyle bunlar. Ona görədir ki, bunlar bəzi vaxtlar sayaqlayırlar ki, yox, bölgədə Bəhreyni, Kuveyti, ondan sonra Əmaratı, Səudi Ərəbistanı vurarıq əgər Amerika gəlsə. Ay beçara, vurarsan yağışdan sonra başına bomba endirərlər. Və bu insanları, bu millətləri, bu günansız insanları, əlbəttə bu millətlər, insanlar öz günahlarıdır. İmam dedilər, göydən gəlib, hər şey düzəldəcək, ağa gəlin, namazınızı işqat qılın və bunlar da sizi Allahdır. Allahsızlar. Denən Allahmışam da, millətlər yəni bilir. Və millətlər də nəyi gözləyirlər? Açığı mən sizə deyim, nə qədər interneti kəssələr, bizlərdə də o imkanlar var, bu gəlişmiş texnikalar belədir ki, bizdən yoxsa olmasın, bu olsun. Götürüb danışırsan, qardaş, Ərdəbildə nə qədər? Dünən gəlib Ərdəbili vurub. Əlbəttə, bu fərq eləməz, Təbrizi vurursa, Urmiyəni vurursa, Sinandeci vurursa, elə mənim məmləkətimi vurursa, haradasan, Farslar, haradasınız? Mami İran deyirdiniz.
İran Fars verir. Gəlin müdafiə eləyin də çıxın da deşiklərinizdən. Və niyə çıxmırsınız? İsrailə deyəsən ki, vurma, İsrailə bir yandan deyirsiniz, vur, o yandan malların quyruğu altına gizlənirsiniz ki, İran qorunsun, sistem dağılır, alt yapıcı dağılır, infrastrukturlar dağılır. Və nə oldu bə? Deyirsiniz, biz qoruyuq, İran bizimdir. Gəl qorun Azərbaycanı. Və niyə qorumursan? Mənim millətim demək ki, burada o səhvlər ucbatından, xiyamətlər ucbatından bu günləri Təbrizdə, Ərdəbil və Urmiya və bizim şəhərlərdə yemək tapılmır. İşi yox, nə işi? Hamı qaça-qaçdadır. Baş alıb cavab istəyir Türkiyə sınırlarına tərəf gələ. Baş alıb demək ki, istəyir ki, Azərbaycana gələ. Türklərdən öncə Farslar, Sinnilər, nə bilim, Əfqanlılar doldurublar Türkiyə sınırında təpələri, dağları, daşları. Hamı qaçmaqdadır. Və qalan qulan da hara qaçacaq? Hansı maşınla, hansı benzinlə? Hələ dərmanzat da yaddan çıxdı deyə bir şeylər. Məsələ budur ki, bu günləri İran acınacaqlı bir məsələdədir ki, İran adlanan yerdə də, Azərbaycanda da deyirlər, niyə çıxmırlar millət? Xamenei bilənlərdir, dedi, qırın, həməşə deyirdi. Ruhullah Seyid də dedi, qırın, basın demək ki, bunların hamısını avtomata basın, qırın, hamısı yayılma ateşə basın. Bilənlər də deyil. İndi bunlar İsraillə demək ki, savaşladılar. İsraillə savaşladılar, Sayın Rusif bəy. Tehranın, Təbrizin, böyük şəhərlər, balaca şəhərlər, gecəni səhərə kimi barikadalar düzəldirlər. İnsanları yoxlayırlar. Musadın demək ki, o məmləkətin içində dəstə-dəstə Musa gəzir, hər yanı istəyib vurur. O füzə daşıyan maşınları vurur. Elə yeri gəlmişkən Əjdər bəy, üzr istəyirəm, bir xəbər rastıma çıxdı. Son dəqiqə İranın Xarici İşlər Nazirliyi cümə günü Cenevrədə İranın, Fransa, İngiltərə və Almaniyanın Xarici İşlər Nazirləri, həmçinin Avropa diplomatiyasının rəhbəri ilə danışıqlar aparacağını təsdiqləyib. Buyurun. Məsələ budur ki, desinlər də isnapbakidir. Yəni, vaxtıla gəlib yetişir. Avropalılar bunu başlamışdılar, gəldi bir yerə getirdi ki, onlar da Ali Məhkəmə Şurasına, hüquq demək o qurumuna verdilər. Onlar da baxır Birləşmiş Millətlər Təşkilatına, Təhlükəsizlik Şurasına gedəcək. Bütün o sanksiyaların hamısı da qayıdacaq. Tehran rejimi istəyir bundan bir dənə sui-istifadə eləyək ki, baxın görün də İsrail məni vurur, indi mən məzun oldum. Sənin qoltuğunda nüvə silahı var, teröristlər var, adam öldürmək var. Ona görə də böyükləri çəkilər Avropaya, bəzi vaxtlarda çox bağışlı oldu, indi siz hər şeyi bilirsiniz. Atılır bir de ortaya da, Macron da atılır ortaya, yaxşı ki Trump keçən həftə onun sözünü verdi. Bu adam atlanır ortaya özünü reklam eləsin də. Kanadadan çıxanda Trump icrası tərk elədi. Macron təşbih edən mikrofon tapdı. Hə, gedir bu İran adalanan yerdə ateşkəsi qoyar. Trump deyilə demək ki, təyyarədən düşməmiş. Force-One'da dedi ki, bu Trump da bu adım nədir? Macron da. İstək şöbədə oynadan kimi istək özünü reklam eləyər. Heç mən ona görə gəlməmişəm. Böyük iş üstün gəlmişəm dedi. Yəni böyük iş nədir? Kongresi, ondan sonra senatı, ətrafındakiləri, o məqalıçıları razılaşdırıram ki, İran adlanan yerə hücuma keçək və göstərək ki, Çinə də, ondan sonra Rusiyada, o bölgədəkilərə də deyək ki, ey ərəblər, pullarınızı ki bizə tapşırıbsınız, sizin pullarınızı, ey Əraq, sənin təhlükəsizliyi, ey Livan, ey demək ki, başqa ölkələr, təhlükəsizliyi də, ondan sonra pullarınızı da bizə tapşırıbsınız, sağ ki, tapşırıbsınız. Biz onları əminamanlıqla yerinə yetirəcəyik, o Doğu projesi ki deyirik, onu bir türlü yerinə yetirəcəyik. İbrahim demək ki, o demək ki, yığvanı yerinə yetirəcək. Yeni bir Doğu projesi olacaq, kim kimə dəyməsin. Bu niyə eləyirlər, buna da gələcək. İndi mən Əjdər Tağızada sıxıb deyəcəyəm ki, Amerika, sən onu eləmə, bilirsən qulağı çəkərəm. Deyirlər, o yerində deyil. Sən kimsən? Mən Burkina Faso dövlətiyəm, mən hardasan, səni bilini hardasan. Məsələ bura gəlib yetişib ki, bunlar illər boyu idi, mən dəfələrlə demişəm. Bush dönəmində Bush'un kitabı var, gedin baxın. Bush orada deyildi, biz son dəqiqəyə kimi Tehranı vurmaq istəyirdik. Tehranı vurmaq istəyirdik, amma son dəqiqədə fikrimizi dəyişdik, getdik İranı vurduk. Yine də o səhvi təkrar elədilər. Yine İran adlanan yeri vurmaq yerinə getdilər, bu sefer yine də Əfqanistanı vurdular. Özlərinin başına 20 il bəla açdı Amerika. Və əməldə də göründü nə oldu. Amma bu günləri hesab kitabına İsraillər, mən demirəm yaxşı eləyirlər. Kim də yaxşı eləyirlər? Kim istəyər ki, gəlsinlər demək adamları bombardıman eləsinlər. Amma bir Türk kimi, bir Azərbaycanlı kimi. Mən Türk olaraq, Azərbaycanlı olaraq, mən istəmirəm orada bir Türkün, bir Azərbaycanlının burnu qanasın. Azərbaycanın bir qarış toprağına bir dənə ləkə düşsün. Dövlətimə bir zərər dəyməsin. Məsələ budur, amma bir də var gedib deyəsən, gəl görüm də, gəl mən sənə göstərəcəyəm, səni vuracağım, başı yatın, hər şeyi də, heç zat rayında döyüdü, hamısı da yalanıdı, ondan sonra dua ilə, cəmbəl ilə, cadı ilə bu işin qarşısını almaq döyüdü. İran adlanan yerdə, Sayın Rusif bəy, dövlət-millət münasibəti zat çoxdan pozulub gedib. Dövlət harda, millət harda, yönetim harda, kimsələr dahi istəmirlər. Amma bu arada, bu bazarın qızışmasından, Farslar yine hayasızcasına gedir Amerikaya, bizə bir dənə göndər də, siz yaxşı oxuyubsa tarixdə. Orta əsrlərdə bəzi ölkələrdə misal deyək, Fransada şah qutarırdı, şah olmurdu. Gedirdilər Habsburg ailəsinə, Almaniyada.
Siz bir dənə demək ki, o şah ailəsindən qalmış ailə bir dənə bizə verin, burada şahımız yoxdur. Onlar da axtarır da dəlidən, demək satır, ağıl satışmanın bir dənə götür apar, aldı, şah var. Bu İsveçlilər də elə indi də götürdülər demək ki, şah yoxdur İsveçlər, getdilər demək ki, Napolon dedi ki, hə, burada mənim generalım var. Onu da demək ki, cəzalandırmışam, qalıb burada başıma bələ, götürün aparın şah elində. Elə baxanda da görürsən, İsveçlərin çox vaxt deyirlər, elə də biz bunu nəyə gətiriyik? Elə demək xərcə gedir. İndi məsələ də buradadır ki, burada bu Farsi, bu filanı sıxırlar ki, gətirin də, çəkirin şah gəlir. Şah gəlir, ondan sonra Netanyahu da deyir ki, bəli, biz vuracağıq və bilirik ki, bu millətlər İran adlanan yerdə ayağa qalxacaqlar. Amma millətlər nəyi gözləyirlər? Mən açıq deyim. Millətlər deyirlər ki, bu Trumpa tam etimat etmək olmaz. Gəlirsən, Fordu vurasan, git vur, düşündür. Gəlirsən bu rejimlə didişəsən, git vur. Amma sənə vuracaqsınız. Sevdalaşma olacaq. Birdən bu donuzu yaraladınız. Yarıda qoydunuz, çıxdınız, getdiniz. Onda nə olacaq? Necə ki, demək ki, Ukraynanın başına bu gələr-gəlməz Trump'la onu gətirdi. Hələ də onun yaraları sağalmır, kurs da getdi filan da. O necə ki, Əlam Kanadadan cənab Zelenski əli boş qaytardınız deyə yalvarır, ya ki, gəlirdi, kömək eləyin də. Ona görə İran adlanan yerdə bu donuzu yaraladı, bu qaydacaq bütün millətləri, insanları qıracaq. Dar ağacları hər zaman işləyir, indi də işləyir. Zindanlarda istəyirlər, hamını qırarlar, doldurublar zindanları. Və gələcəklər Azərbaycanın üstünə. Ona görə millətlər də gözləyir, necə bu günləri damlardan çıxıb deyirləri, ölüm olsun Xameneyə, məhv olsun filan. Amma söhbət bundadır ki, yəni elə ki, görək ki, bunun demək ki, əli ayaqdan düşsün, əli ayağı qırılsın, yarın bir də qayda bilməsin, demək ki, o adam yiyən İnqilab Qvardiyasının ittilaat, paslar, bəsici, gizli dəstələri əskik yerlərində gedib Həkadın şəbini gətirir, şəbabı gətirir, özləri deyirlər, gətirdim, yedizdirər sizləri mallalar. Bunların nəsli kəsəndən sonra, burada. Görək kim bizdən soruşub Azərbaycanlılardan harda referendum olub, kim bu sözü deyil, hansı gün, Azərbaycanın güneyindən digərlər yox da qabaqda gedən, hansı demokrat ölkədən danışırsınız? Və Sovet İttifaqında Sovet qoymuşdu ki, bir dənə lider qalan. Bu millət vuruşdu, döyüşdü, ta 90'lara, 91'e. İran adlanan yerdə vurub, dağıdıb, öldürüb, olan qalanda qaçaq salıb və 40 illərdə çoxdur, ayrı söz. Yəni, soruşursunuz ki, harda referendum olacaq? Gedib Azərbaycandan soruşubsan ki, şah istəyirsiniz, ya demək ki, onu oxşar bir şey istəyirik. Azərbaycan deyil, nə şah istəyirik, nə şeyx istəyirik, nə onu oxşayan bir şey. Türkdən kənar kimi istəmirik, haray Türk deyirik. Nə olar? Deyək ki, 100 min adamın, 80 min adamın, milyonca Azərbaycanlılar çıxar. Bunun səsi hələ ki, əflaqa çatır. Bu Avropa, Amerika, dost ölkələr, qardaş ölkələrimiz öz ölkələrimizdə eşidilmir. Biri də çıxıb bu günlərdə öğüt verirlər, Səbəb Rusif bəy. Vay, görürsən də İran adlanan yeri burada, ay beçaralar. Və sən bu terrorun səsi bu Bakının göbəyinə kimin gəlmişdi? Bu deyək, teröristlərlə bizim zindanlarda. Və yaxud demək ki, Vaşintonun demək ki, sokaqları dolmuşdu. Avropa mələyirdi, İngiltərə mələyirdi. Nə oldu? İndidən qayıdırız, hamımız deyilsin. Ay, vurma, dayı filan olsun. Bəli, insan məsələləri var. İnsan yaşayış yerini vurma, məktəbi vurma, xəstəxananı vurma, adam öldürmə. Ona görə də bu günləri bu Tehran rejimindən kimsə həvadarlıq eləyər, sempatizorluq eləyər, bir düşünməlidir. İkinci tərəfdən də düşünməlidir ki, Azərbaycanın güneyində 40 milyondan çox Azərbaycanlı bunların zülmü altındadır. Deyirlər, ay Təbrizi gəlir. Türkiyədən də bəzi soydaşlarımız düz deyil, ürəkləri yanır. Ay, arkadaş Təbrizi vurdu. Arkadaş, və sən görəndə bu Təbrizdə dar ağaçları işləyəndə onda arkadaş, onda bilmirdin, elə deyirdin Azəri qardaşlarım, bizdə deyilir Azəri deyil, biz Türkük. Azəri qardaşlar deyildi, Azərbaycanın güneyindən deyildi, canın qurban Türkiyə. Azərbaycanın güneyində Azərbaycanın möhtəşəm o bayrağını, bizim hamımızın bayrağımızı qaldırırdı, zindana gedirdi, işkəncə görürdü. İndi bu günləri biri də çıxıb nəsiyyət edirlər ki, da bu rejimin də bəs də, İsrail bəs də, bəlkə də bu günləri, mən demirəm, mən o möcüzəzat yaradan adam deyirəm, dua yazan da deyirəm. Bəlkə Allahın, Tanrının nə deyirlər desinlər, inananlar bilirlər. Onun ədalətli əlidir ki, bu günləri Netanyahunun demək ki, o, nə deyirsən, postumundan çıxıbdır. Əlbəttə özləri eləyiblər. 45 il bunlar, üstəlik o birisini də söylədim. Elə deyirlər, İsrail gəl, İsrail nə boydadır? Özləri deyirlər, yazırdılar ki, sən deyəcək. Bizim bir dənə balaca şəhər boydadır. Get də götürəcəksən, nə eləyəcəksən? Bombardıman eləyəcəksən, Netanyahu da keçən həftə çıxdı dedi ki, ey millət. Bax, bunun demək ki, faktorası var. Bunun ağrısı, acısı var. Və də ən azı oktyabrın 7-sindən sonra görmüşük və illər içi görmüşük. Savaşmışıq, hər zamanda qalib gəlmişik. 47-də də, ondan sonra da, 67-də də, Nasir vaxtında da, Məhəmməd Rizan da elə, yerində oturmuş Məhəmməd Rizan da vaxtında. Dedi, nə vermə petrolu ərəbləri, otu yerində. Məsələ budur ki, bu günlərdə də biz bunun buxonu çəkəcəyik. İndi hamı deyir, ay Trump o əmbiyana baxır, bəzi vaxtı. Yox, belə olmasın, mən belə deyəm. İran adlanan yerdə millət böyük millət, istəyirəm xoşbaxt yaşayasın. Ay, ağay Trump, cənabı Trump, bu rejiminlə görürsən xoşbaxt yaşaya bilərsən.
Eləyə bilərsənmi? Gedəsən orada qəşə həftə axırı keyflə o nə deyirsən, qorxu oynayasan. Bu rejim adam yiyən, insan yiyən və Türk yiyən və Azərbaycan və külli millətlərin düşmanıdır. Amma yenidən qaydasız demək ki, ay şah gətirir, ay qardaşlar, ay millət, ay bizi dinləyən görənlər. İran adlanan yerdə böyük inqilab olub, hamısı keçmiş rejimi, Məhəmməd Rıza Pəhləvi, o Şahənşah, Əla Həzrət, filan zəhrimar, ağlaya-ağlaya gedib siçan boyda. Onların üzbatından İran adlanan yerdə millətlər inqilab elədi. Bu Xomeyni sonradan gətirdilər, demək ki, impoza elədilər. Götürdülər Nəcəflər, apardılar Fransaya, oradan da demək ki, mindirdilər, təyyarə görməmişdi. Birinci dəfə mindirdilər, talan salam əleykum gətirmiş, ağanı gətirdi sizə, götürün. Və bu günləri, amma bizim millətimiz ayıqdır, bizim millətimiz dünyəvi dövlət istəyir, hüquqi dövlət istəyir, ədalətli dövlət istəyir, özü qorumaq istəyir, öz dövlətini, öz parlamanı istəyir, azad seçki istəyir, demokrasi istəyir. Azad Türklər bura demokrasi gətiriblər, sonra kimlər onu yaxalaşdırıb, məhv ediblər? Bunlar, bu farslar, bu şavinistlər, bu günlər İran'dan deyirlər, İran'ın namusunu verin bizə. Hər kəs də bu Vaşintonda, Fransada biraz başını qaldırır, CIA-dən, orada intelijensiyalardan, kimsə Tehran rejimindən birbaşa pul alırlar, hətta Bakıdan olan, bəlkə Kuzeydən olub, gedib bu Bakıda, xaricdə bəziləri var, bilir kimi deyirəm. İran'dan yerdən pul alır, Azərbaycan dövlətinə qarşı ağzına gələn deyir, bu günlərdə çıxır ki, bəli, İran dövləti təhlükədədir, elə deməyin bunlara, niyə deyirsin, Təbriz təhlükədədir. Sən Təbrizin təəssübünü çəkirsən, buyur gəzətdə müdafiə elə. Sən Təbrizin, Türkün, Türk millətinin təəssübünü çəkmirsən, Azərbaycan dövlətinin də təəssübünü çəkmirsən də. Və biri də çox bağışlar Rusif bəy, Azərbaycanın quzeyində biri də. Çıxıblar, İslam dövlətidir, Şiə dövlətidir, kimin İslam dövləti ilə davası var? Gələ birinci sabit elə ki, İslam dövlətidir. Sənin meçidində, sənin demək ki, imamzadalarında at qatırıb bağlatdırdı, donuz bağlatdırdı erməniləri ilə. Bu gün də erməni ilə birlikdədir. Harada müsəlmansan sən? Bu günlər müsəlmanlığın yadı düşür. Ona görə demək ki, bu gün əli Rusun əlindədir. Vaxtıyla Qacar dönəmində, Şah İsmail, Səfəvilər dönəmində bir dənə Rus gələndə, demək ki, addım götürəndə addımının yerinə torpaq dökərdilər, bu məmləkəti batırır. İndi bu günləri Putin deyir, ölür, Putin deyir, qalma. Gəldi zaman bir yerə yetişdi ki, indi haydi elə bə Putin haradadır, gəl də. Və Şin Cipin haradasan, gəl də, gələr o. Görəcəksiniz, bax, sabahda, bir gündən sonra, cümə günündən sonra burada nələr olur, Allah bizim demək ki, Tanrı bizim məmləkətimizi, Azərbaycanın quzeyində, güneyində, bütün Azərbaycanı qorusun. Millətimiz də bu sınaqdan alniyasını çıxacaq. Bu rejim məhv olacaq, zəifləyəcək, ölümcülü də qalsa belə, onda da İsraili də, Amerikada deyəcək, ey millətlər, götürün, bu da ölümcülük. Götürün, nə başına bunları gətirirsiniz, özünüz gətirin. Millətimiz amma aldanmamalıdır. Ay qardaş, durun İranı müdafiə edən, İranın bütövlüyü sənə bizə qalmayıb. Hər zaman atılaq qabağa İranın bütövlüyünü müdafiə edir. Qoy bəli öz haqqını müdafiə eləsin, ərəb öz haqqını müdafiə eləsin. Türkdəki bunların əlinin oyuncağıdır, Kürdü indi silahlandırıblar. Qəndildən, filan yerdən, Ərbildən hellədirlər üzü bir yana. Çıxırlar bu televizyonda da geyiniblər birində ordu paltarını, ona gəl, hara gəlirsən? Gələcəksən cəhənnəm olacaq. İndi Amerikalılar, İsraillər də deyir ki, vətəndaş müharibəsi olacaq. Bu çox önəmli bir məsələdir əslində, Əjdər bəy. Çox önəmli bir məsələdir bu Kürd məsələsi. Son günlərin üzr istəyirəm, icazə verin bir dəqiqə. Əjdər bəy, eşidirsiniz bizi? Çox üzr istəyirəm. Bu çox önəmli bir məsələdir. Ona görə mən istəyərdim bu mövzu ilə bağlı Güney Azərbaycan məsələsini də bir müzakirə eləyək. Bu arada əziz tamaşaçılar, izləyən 600 yaxın şəxsin hər birindən xahiş edirəm. Yayımı bəyənməyi unutmayaq. Bax, bu Güney Azərbaycan necə hərəkət eləməlidir və eyni zamanda bu Kürd məsələsinə Amerika və İsrailin münasibəti necədir? Birinci məsələ budur ki, biz Amerika ilə savaşmırıq. O soğuk savaş dönəmin oyunları idi. Rusiya atmışdı orduya, İran adlanan yerdə irticaçı qüvvələr, basqıcı qüvvələr, işğalçılar bunu sui-istifadə etmişlər. Biz bu məsələni bitirdik. Şərəfli, vicdanlı, döyüşən, savaşan Azərbaycanın quzeyində, Azərbaycanın kiçik böyük bölümündə millətimiz istiqlali bərpa elədi. Rusiya Azərbaycandan çıxartdı, adi erməni deyir, Rusu da Azərbaycandan çıxartdı. Bu sokaklarda bəzi Rusofellər var, bəzi sayaqlayırlar, onların dövrü keçdi. Məmurların da, o məmurcığazların da dövrü keçəcək Azərbaycan dövləti, bunların da demək ki, axırda çıxacaqlar. Ona görə də Rus da buradan çıxıb, erməni də çıxardı millətimiz. Azərbaycanın güneyində də bu millət Amerika ilə savaşmır. Bu gün İran adlanan yerdən 7 milyon sürgünə gedibdir, məcbur olubdur, qovalanıbdır, mürtəci olub. Bunun 4 milyon yaxına civarında Azərbaycanlı güneylidirlər, alim, savadlı, Pentagonda da işləyir, NATO'da da işləyir falan. Bunlar Türkiyə Azərbaycanlıdırlar.
Bunlar durub Amerikaya qarşı savaşmırlar. Bu köhnə kommunistlər, o nə bilim KGB-nin, Rus KGB-sinin keçmiş ajanları filan, Tuğda partiyası atılıb ortaya. Yine de Tehran rejimini bu günlərdə də qorurlar. Bakıya da gəlirlər bəzi vaxt elə bilirlər ki, keçmiş vaxtı Azərbaycan Cumhuriyyəti də hələ Lenini sayaqlayır. Belə görür bu ahmaqlar qalmayıblar hələ. Bəzi məmurcığazlar da onları havalandırır. Gəlin fırlanmırlan verək, gedin Tehran rejimi ilə belə keçinin. İran adlanan yerdə gələcəkdə, necə gələcəkdə ki, bu millətin aparırsan, boğazından tutasan, verəsən onların əlindən. Niyə? Bu günləri pis durumdadır. Bu günləri dağılmaq ərəfəsindədir bunlar. Məhv olmaq yerindədir. Gedirsən, yenidən onları gücləndirəsən, deyirsən, mən ölüm, gəl bura tut mənim yaxamdan, məni süründür yine də. Nəyə görə? Niyə? Amerika bir söz deyir, bir atır bir daşı. Ay şah gələcək, oğlan da çıxır, belir. Mən də əla həzrətəm, şahəm, otururlu. Sən dədöy adam, millət dədöy də, atoy da. O aladılar ağlaya, atlara da hara gəlirsə, götür anı çıxır, şundalayacaq. Ona görə də İran adlanan yerdə bizim Sayın Rusif bəy, o sualının cavabı. Biz terörist bir millət deyirik. Bunu dəfələrlə 200 il içində göstərmişik. 30 ildə bu təcavüzə məruz qaldıq. Erməni nə desən bu Rusun əmri ilə, onun silahı ilə terrora əl atdı, bombara atdı, bomba atdı, tren partlatdı, qatarı, otobüsü partlatdı, insanlarımızı oğurladı, işgəncə elədi. Bir dənə olmuş olsun belə Azərbaycanı gedib, demək ki, Yerevanda və başqa yerlərdə bir terrora əl atmadı, eləmədi bu işi. Azərbaycanın güneyində də bu cürdür. Azərbaycanın güneyində mən sadalaya bilərəm ki, hər zaman millətimizin çoxunluğu, elə Səttarxan dönəmi də, o Türk hakimi, Türk dövlətinin içində də çıxıb parlament istəyib, ədalətxana istəyib, normaldır. Xiyabanıda da, Lahududa da, Pişəvəridə də və bu son illərdə göz qabağındadır. Hər zaman çıxanda çoxunluq çıxıbdır. Bu da yəni nə millətin çoxunluğu, əgər bir hərəkatda iştirakçılığı var, o demokratik hərəkatdır. İstəklər də hamısı göz qabağında olur. Bu günləri biz bilirik ki, nə eləyəcəklər? Ay salıbları, Kürt gəlir silahla, Amerika silah verib, ay Şirnaqdan, ay Qəndildən ənib gəlirlər. Belə söz yoxdur. Azərbaycanda bugün bu rejimin otoritəsinin son dəqiqələrdir. Silahlar kazarmalardadır. Silahlar demək padıqanlardadır. Şah dönəmində də oldu. Kürtlər qaçdılar, gəldilər. Hələ bizim millətimiz onda hələ qalmışdı da neynəsin. Qanı baskı altındaydı. Kürtlər gəldilər gedə Urumiyədə, Sinandaşda, Sağolqıraqda, ondan Sulduzda. Getdilər, girdilər o kazarmalara, o padıqanlara, o ordunun yerlərinə. Silahların hamısını götürdülər. Sonrasından neynədilər? Birinci Dünya Savaşı da Azərbaycanda soyqırım yapıb 150 min də öldürənləri o cür yapışdılar. Ruslar qoyub gedən silahları götürdülər, gəldilər millətimizi qırdılar. İndi millət görüb təcrübəsi var. Yəni, millətimiz ayıq olmalıdır. İndi demək ki, bir az zaman içindədir ki, o ən biyan olacaq hər şey. Millətimiz gəlir Təbrizdə, Ərdəbildə. Deyirlər ki, İsrail gəlib Pəkurunu vurur, nəft ayırma zavodunun ətrafını vurur. Oralar o yerlərdir ki, Tehran rejimi gətirib hər yanda, bax Tehran içində, dünən İsrail dedi. Dedi, belə vurmuşuq, hələ 10 dənə yerdə nüvə məsələsi ilə bağlı yerlər var, vuracaq da. Təbrizin də ətrafını, yadınızda olsa, Sadığı 1, 2 və demək ki, o Kərkişə tərəf atılan füzələri hardan atırdılar çoxun? Təbrizdən, bilə-bilə. Bilirdilər bir gün Amerika, İsrail gələndə desinlər, özləri verir adresləri. O da Təbrizin ətrafına, Təbrizi vursun, onda biri də xam adamlar çıxsınlar, dada-bayday Təbrizi vururlar da, sən Təbrizi Türkiyədən düşünürsən, Azərbaycanı düşünmürsən, 40 milyonu düşünmürsən, 40 milyonu taleyi ilə bəlli bilmirsən nə olur, 10 minlərcə, 100 minlərcə burada İran adlanan yerdən olan rejimlər Azərbaycanını qırıblar. İndi mən demirəm, millətimiz qırılsın, yox. Millət demək çıxış yolu, bütün kazarmalar, padıqanlar, ondan sonra ordunun düşərgələri, fərqi yoxdur. Ordu ilə, ərteş ilə, İnqilab qvardiyasının heç fərqi yoxdur, ikisi də birdirlər. Ay şahçılar çıxır, deyir ki, ərteş, ordu yox, elə bizə tərəfdir, ondan sonra rejim ilə diyor, yalan bu sözlər. Hər ikisi eyni şeydirlər. Bunların demək düşərgələrin, silah yerlərini, bankları, ondan sonra keçmiş İran adlanan yerdə inqilab olanda millət çıxdı, bankları yandırdı, başqa polis yerlərində yandırmaq, yerlərin hamısını nəzarətdə saxlamaq. Bu Kürtçıqazlar və yalandan Azərbaycan deyib gələnləri, lotuları, adam yiyənləri o aralara yaxın qoymaq olmaz. Pişəvəri dönəmində də belə oldu. Kazarmaları, padıqanları aldılar və adamlara da pul qoydular cibinə, çıxın gedin Tehrana, qutardı, gedin. Və burada bu adamlara demək lazımdır. Bax, keçmiş inqilab göz qabağındadır. Orada insanlar bu milisləri, pasivanları tutdular, tir ağacından astılar. Nə deyirsiniz? İşıq yanan ağaçlardan astılar. O təcrübə var. Azərbaycanda millət istəmir özünün ki, asa kəsə. Gəlin, əl çəkin, gedin. Bilirlər, hamı bir-birini eşidir, hamı bir-birini tanıyır. İndidən bu səlah mərkəzlərinin hamısını nəzarətə saxlamaq. Zamanı gələndə mən görmüşəm, iştirakçı olmuşam. Görmüşəm, Tehranda, Ceydə filan da. Elə ki, qaça-qaç düşəcək, bunlar da indidən dağılırlar, qaçırlar. O yerləri nəzarətdə sağıb millətimiz olan hamısını götürüb öz xeyrinə, öz müdafiəsinə, Azərbaycanın qorunmasına,
Və bir şey də var ki, bu günləri hay qorxudurlar, gəlirlər. Hara gələcək? Bu o zaman da öyle 5 milyon Azərbaycanın üstünə hər yandan təpirirdiniz. Amerikada kömək elədi, Rusda, İngilisdə, əl-ələ verdiniz, gəldiniz Azərbaycanı məhv elədiniz. 40 ildir ki biz 40-45 ildir bu tərəf, 100 il olubdur bu ağrı sancını yaşayırıq. Belə olur ki dostlar da bizi unutduqlar. Azərbaycanın güneyindəki bu millət. Amma bu millət döyüşür və yeni bir doğuş, yeni bir era başlanıb Azərbaycanın güneyində. Haray Türkəm deyil. Canım qurban Türkiyə deyil. Bilir Türkiyədə dövlət, millət məsələsi nədir? Və canı türklükə bağlıdır. Sonda gələcək. Balkanlara getdi, Qafqaza getdi. Azərbaycana da gələcək. Zamanında terörist kimin? Yox, qurtarıcı kimin? Yardımcı kimin? Və canım qurban Azərbaycan bayrağına deyil. Hər demək yerindən qalxıb bir dənə bayraqsa çıxardıq. Hayır, bir bayraq var. O da üst rəngli, ayrılduzlu Azərbaycan bayrağıdır. O bizim bayrağımızdır. Və bu günlərdə bu başını hamı çox sakit görür. Sabah Təbrizdən deyəndə bu gəlib kimsə Bakıda meymun oynadacaq, şeir oxuyuram Heydər Babadan. Bir çıx da, bir çıx denən deyil, millət özünü qoruyun da. Haradasan be? Gəlir hələ pil, demək ki, sıcaq günlər gəlir. Ona görə də millət hamısı bilir, kimsədən də Azərbaycanın güneyində soruşursan ki, silah zad dey, ay filan kəs. Əslən ona baxmayın, hər şey tədarük görünübdir. Və millət də nə olsun rejimdə ki, qırdıq, dağıtdıq, nə rəhbər var filan. Başqa millətlərdə də o cür. İran adlanan yerdə hansı bir toplum desin ki, topluluq. Çıxsın desin ki, bizim rəhbərimiz, bizim mediamız, bizim partiyamız yox, elə şey yox. Özünün içindən törətdikləri də zindandadır. Ay çıxardacaq Mir-Hüseyn Musəvidən, kimsədən, çəkilin, ilimli qanat gətirirəm, xatəmizat bunların saxtısı çürüyüb. Bunlar rejimin, bu sistemin, bu quruluşun, irticacı, işğalçı, işgəncəçi rejimin yetişdirdiyi kadrolardılar. Belə günlərdə, Sovetlərdə də günlərdə gətiriblər. Amma millətimiz hamısını tanıyır və bu gündən də o da başlanır, bir-birini terror edəcək. Adamın gedibsən bacısını zorlayıbsan, arvadını zorlayıb, uşağını öldürübsən, bu adama demək sonuncu gülləni vırıbsan, təhdidi çəkibsən. Bilir, tanıyır, ürəyi yanı deyillərdi. Və sabah yax o tutacaq da, amma əminamanlıq üçün Azərbaycanda latları, lotuları, hamısı şahçısından, xalq mücahidinə gəlmiş ki, bu səni biz qoruyacaq, qələt eləyirsən. Millət özü qoruyacaq. Öz düşərgəsini, öz deyirlər, komitə deyirlər, yaradacaq və buna da hazırlığı var. Milyonlarca, yüz minlərcə çölə çıxıb, Babək qalası ilə bağlı, Təbrizdə Urmiya gölü ilə, bunlar hamısı futbolla bağlı. Bunlar hamısı məşq edir ki, bizim millətimiz eləyib, hazırdır. Ən zaman içində, 3 həftə bundan öncə Urmiyədə də gördünüz. Ən az zaman içində yalandan çıxmışlar, Azərbaycan, Əli. Və o yandan kürtçüğazlar da töküldü gəldi. 10 minlərcə Azərbaycanlı qızlar, xanımlar, bəylərimiz çıxdılar, hamısı qaçdılar. Kürtlər qaçdı, Əli deyən yalancı Azərbaycancılar da qaçdılar. Millət Urmiyədən bunları sildi, çıxartdı. Və sabah ay Kürt gələcək, Azərbaycanda vətəndaş müharibəsi alacaq. Belə söhbəti oldu. Kimsə nə ermənidən qorxur, nə Kürtdən qorxur, nə Farsdan qorxur, nə də ki, başqa dövlətlər də. İstəyirlər Amerikalılar, istəyirlər Avropalılar. Bu Azərbaycan necə ki, bu günləri, bağımsızlığını əldə edəndən sonra Azərbaycan dövləti bu günləri Avropa ilə də, Ərəb dünyasıyla da, İsraillə də, hamı ilə, Rusiya ilə də bütün o elədiyi əməllərə rağmen gözəl münasibətləri var Azərbaycan dövlətinin. Bu Azərbaycana bütün millətlər var, gəlin baxın bu Azərbaycanda. Hamı gəlir, 5 dəqiqədə girir pasportu ilə, 5 dəqiqədə çıxır, rahat çıxın. Aydındır. Aydındır, hörmətli Əjdər bəy, sizə təşəkkürümüzü bildiririk. Bu dəqiqəyə qədər bizimlə olduğunuz, fikirlərinizi bölüşdünüz. Çox sağ olun, var olun bəy. Əziz izləyicilər, qeyd edək ki, efirimizin qonağı hörmətli Əjdər Tağızadə idi. Bu, ötən müddət ərzində, bir saata yaxın müddət ərzində bizi ümumilikdə 4000-dən yuxarı 5000-ə yaxın şəxs izlədi. Hər birinizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk və izləyən hər kəsdən mən bir daha xahiş edirəm. Yayımı mütləq hər kəs bəyənsin, paylaşsın, şərh yazın və təbii ki, Prime TV-nin YouTube kanalına abunə olmağı da unutmayın. Təxminən bir saat sonra yenidən görüşmək ümidilə. Sağ olun, salamat qalın.